Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bu gün sarımsağın sağlamlıq faydaları və insan orqanizminə zərərləri haqqında danışacağıq. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Sarımsaq qədimdən bəri həm təbii antibiotik, həm də güclü qoruyucu vasitə kimi tanınır. Onun tərkibində allisin adlı maddə var ki, bu da bakteriya, virus və göbələklərə qarşı təbii mübarizə aparır. Gəlin əvvəlcə faydalarına baxaq. 1. İmmuniteti gücləndirir. Sarımsaq soyuq dəymə və qripə qarşı bədənin müqavimətini artırır. Xüsusilə payız və qış aylarında gündə bir diş sarımsaq yemək xəstəliklərə qarşı qoruyur. 2. Qan dövranını yaxşılaşdırır. Tərkibindəki təbii maddələr damarları genişləndirir, qanı duruldur və ürək-damar xəstəliklərinin qarşısını alır. 3. Xolesterinini azaldır. Sarımsaq pis xolesterin adlanan LDL səviyyəsini azaldır və yaxşı xolesterini qoruyur. 4. Təzyiqi tənzimləyir. Yüksək təzyiqdən əziyyət çəkənlər üçün sarımsaq təbii müalicə vasitəsidir. Ancaq təzyiqi çox aşağı salmamaq üçün miqdarına diqqət yetirmək lazımdır. 5. Qanı təmizləyir və orqanizmdən toksinləri çıxarır. Daimi istifadə qaraciyərin fəaliyyətini gücləndirir, bədəni zərərli maddələrdən təmizləyir. 6. Saç və dəri üçün faydalıdır. Sarımsaq saç tökülməsinin qarşısını alır, dəridəki bakteriyaları azaldır və sızanaqlara qarşı effektlidir. 7. Qurd və mikroblara qarşı təsirli vasitədir. Xüsusilə mədədəki parazitlərə və bağırsaq qurdlarına qarşı təbii qoruyucudur. Amma hər bir faydalı məhsul kimi sarımsağın da zərərləri var. 1. Boş mədəyə yemək olmaz. Çox miqdarda xam sarımsaq mədənin selikli qiyşasını qıcıqlandıra və yanma yarada bilər. 2. Qan durulducu dərmanlarla birlikdə təhlükəlidir. Sarımsaq qanın laxtalanmasını azaldır. Əgər qan duruldurucu dərman içirsinizsə, həkimlə məsləhətləşmədən istifadə etməyin. 3. Təzyiqi normadan çox sala bilər. Aşağı təzyiqi olan insanlarda halsızlıq, baş gicəllənmə və yorğunluq yarada bilər. 4. Pis nəfəs və bədəndə kəskin qoxu yarada bilər. Xüsusilə xam yeyildikdə bu problem qaçılmazdır. 5. Hamilə və süd verən qadınlar üçün məsləhət görülmür. Bəzi hallarda uşağın mədəsinə və ananın təzyiqinə təsir göstərə bilər. Nəticə: gündə bir diş sarımsaq orqanizm üçün kifayət qədər faydalıdır. Amma hər şeydə olduğu kimi sarımsağı da ölçülü şəkildə istifadə etmək lazımdır. Unutmayın, doza sağlamlığın açarıdır. Bəs siz sarımsağı necə istifadə edirsiniz? Sadə, bişmiş, yoxsa kapsul şəklində? Rəylərdə yazın. Fikirlərinizi bizimlə bölüşün. Dinlədiyiniz üçün çox sağ olun. Videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Sizlərə can sağlığı, zənginlik və xoşbəxtlik arzu edirəm.